Bugün iyul ayının biri 2025-ci ildə biz kimya müəllimləri Təhsil Nazirliyinin qabağına yığışmışıq və burada müəyyən qism müəllim iştirak edir. Lakin bu müəllimlər 2000-dən yuxarı müəllimin səsidir. Yəni, müəllimlərin tələbi bura yığışan müəllimlər kəsilən müəllimlər deyil. Yəni, deyək ki, kimsə kəsilirsə, bura gəlirsə, xeyr. Sadəcə olaraq bu müəllimlərin tələbi imtahanın təkrar ədalətli şəkildə keçirilməsidir. İyun ayının 24-də keçirilən imtahan meyarlara, dərslik meyarlarına uyğun keçirilməyib. Yəni, həddindən artıq riyaziləşdirilmiş mürəkkəb mərhələli məsələlər olub həmin imtahanda. Vaxt bölgüsü düzgün təyin edilməyib. Bundan əlavə məzmun xətləri arasında sualların bölgüsü düzgün olmadığı üçün bu müəllimlər, yəni kimya müəllimləri haqlı olaraq öz etiraz səslərini, öz hüquqlarını bildirirlər, tələb edirlər öz hüquqlarını. Biz əvvəlcə nazirlikdə olduq, yəni bizi qəbul elədilər. Agentliyin əməkdaşı və nazirliyin əməkdaşı bizi orada qəbul elədi. Vüsal Həsənov və Həcər Hacıyeva bizi qəbul edilər. Ümumi fikirlərimizin hamısını orada bildirdik. Yəni, əsas fikrimiz ondan ibarətdir ki, imtahan təzədən keçirilməlidir. Mütləq şəkildə imtahan obyektiv şəkildə təzədən keçirilməlidir. Vaxta uyğun şəkildə mürəkkəb məsələlərin sayı azaldılmış, yəni kimyaya uyğun riyaziləşdirilməsin həmin məsələlər keçirilsin. Və bundan əlavə biz bəzi məsələləri də qeyd elədik. Xüsusən kimya fənni ilə digər fənlər arasında olan faiz nisbəti. Yəni, məsələn, digər fənlərdə 50 plus keçən müəllimlərin sayı əgər 50-60% təşkil edirdisə, amma kimya fənnində bu 15% olub. Bu məsələni də onlara xatırlatdıq və araşdırılmasını tələb elədik. Çünki nəyə görə? Kimya fənni üzrə şagirdlər bu il fən müsabiqələri və olimpiyadalarda ən yüksək nəticə göstəriblər. Yəni, keçid balları onlara şagirdlərə əsasən ən yüksək olur. Amma akademik göstəricilər isə kimya müəllimlərində çox aşağı olur. Bu isə imtahanın obyektiv keçirilmədiyini sübut edir. Yəni, qeyri-şəffaf keçirildiyini hətta deyərdim ki, sübut edir. Vaxta uyğunmasına bağlı necə deyir? Sualların sızdırılması haqqında. Deməli, sualların sızdırılmasını da orada dedik. Çünki onlar bizə demişdilər ki, fake newsdur da, bu xəbərgah ki, yalandır, belə bir şey yoxdur. Bunu ancaq kimya ekspertləri deyə bilər ki, məsələn ki, bu suallar sızdırılıb, yoxsa sızdırılmıyor. Yəni, uyğundurmu imtahan suallarına bu sızdırılmış suallar uyğundur, yoxsa yox. Bunu daha coğrafiya müəllimi, biologiya müəllimi deyə bilməzdik ki, uyğun deyil. Yəni, bunu kimya ekspertləri müəyyən edə bilər ki, hökmən deyil, həmin sualın kopyası olsun. Sadəcə olaraq biz demişdik ki, elə əvvəlcədən biz iddia eləməmişdik ki, eynən həmin suallardır. Biz demişdik ki, rəqəmlər dəyişdirilib, sualların anal olur. Ona görə də bu araşdırılmalıdır. İlk növbədə araşdırılan məsələlərdən biri də bu olmalıdır. Əlavə olaraq bəzi suallarda, məsələn, şərtlər doğru deyil. Sualların doğru düzgün şərtləri olmadığı üçün həddindən artıq vaxtın getməsinə səbəb oldu. Və nəticədə müəllimlər stresə düşürlər və onların imtahan prosesi pozulur. Məsələn, mən şəxsən özümdən götürürəm. Orada məhlul məsələsi, molyar qatılıq məsələsi vardı ki, onun şərti doğru düzgün deyildi. Mən 20 dəqiqə onun üzərində vaxt sərf eləmişəm, bu sualı doğru düzgün cavab ala bilməmişəm. Ondan sonra mənim imtahan prosesim pozulub tamamilə. Mən imtahanı bitirəndə məndə 5 kimya sualı qalmışdı ki, onlara ümumiyyətlə baxmamışdım. Yəni, həmin suallara baxmamışdım. Nəticədə mənim balım 50-ni keçmədi. Hansı səbəbdə mən MİQ imtahanından yüksək nəticə göstərmişəm, 12 il müəllimiyəm. Coğrafiya müəllimi bugün etiraz eləmir ki, mənim suallarım çətində mürəkkəb olub, çətin olub və yaxud da, nə bilim, fizika müəllimi etiraz. Niyə? Hansı səbəbdən? Kimyaçılar burada heç bir kəsilən müəllim yoxdur. Hamısının, əksəriyyətinin balları 40 ilə 50 arasındadır. Halbuki bu müəllimlərin potensialı o deyil. Bu müəllimlərin potensialı 50 baldan yüksəkdir. Bunlar bura ona görə yığışıblar ki, imtahan ədalətli formada təkrar keçirir. Əsas məqsəd də budur. Suallar açıqlanmalıdır. Yəni, əgər bunlar həqiqətən deyirlər ki, müəllimlərin akademik göstəriciləri aşağı olubsa və nəticə aşağı olub, o zaman sualları açıqlasınlar. Ondan sonra da apellyasiya şikayəti də eləyə bilər. Yəni, suallar açıqlanmamış, ictimaiyyətə açıqlanmamış apellyasiya şikayəti də ola bilər.
Və biz necə apellyasiya şikayətini necə eləyək ki, suallar açıqlansın? Və suallar ekspertlər tərəfindən dəyərləndirilsin ki, bu suallar vaxta uyğun idi, yoxsa uyğun deyil. Yəni, mən hələ qrup suallarından söhbət eləmirəm. Təkcə o 20 məsələ ki var kimyanın, otursunlar, həll etsinlər bu 20 məsələni izahla. Daha o hazır yazılı mətn formasında nə bilim çevirsin, belə gəldi, elə bu formada yox. Yəni, izah eləsinlər ki, görək 2 saatın içində onu sığışdıra bilirlər, yoxsa yox. Emerlər, məsələn, maddələrin emerləri verilməmişdir və sadəcə ayırlar verilmişdi, onu topla, nə bilim, hesablama apar. Necə düzgündür bu? Artıq vaxt istisidir. Yəni, bunlar hamısı bizim problemlərimizdir. Bizim də məqsədimiz odur ki, aidiyyəti qurumlara da ona görə müraciət edirik ki, bəs imtahan təzədən şəffaf şəkildə, vaxta uyğun şəkildə, meyarlara uyğun şəkildə, məzmun xətlərinə uyğun şəkildə keçirilsin. Məsələn, məzmun xəttində modelləşdirməyə dair, həm də sınaq imtahanında da düşmüşdür, modelləşdirməyə dair sual var. Orada sual olmalıydı. Amma imtahandan modelləşdirməyə dair sual yoxdur. Heç bir sual yox edir. Nəzəri suallar demək olar ki, yox dərəcəsində idi. Ancaq məsələlər həlli idi. Bəs olar, tənlik həlli, nə bilim, alüminium üstünə xlor gəlirsə, nə alınır və s. Belə suallar idi. 20 sual məsələ, mürəkkəb, çətinləşdirilmiş, riyaziləşdirilmiş məsələ idi. Ona görə də vaxt yetmədi. Və düşünürəm ki, imtahan bizim səsimiz, haqq səsimiz eşitdilər və biz öz haqqımızı tələb edirik. İmtahan təzədən şəffaf şəkildə necə ki, digər fənlər yüksək nəticə göstəriblər, o formada kimyaçılar da düşünürəm ki, yüksək nəticə göstərməlidirlər və təkrar keçirilməli. Ancaq məqsədimiz budur. Hər hansı bir bal söhbəti biz istəmirik ki, məsələn, deyək ki, bizə 200 bal versinlər, nə bilim. Bugün 1 iyul 2025-ci ildir. Biz Nazirliyə, Elm və Təhsil Nazirliyinə öz təkliflərimizi, tələblərimizi, iradlarımızı, şikayətlərimizi bildirməyə gəlmişik. Kimya müəllimlərinin sertifikasiya imtahanı olubdur 24 iyun 2025-ci ildə. Həmin sertifikasiya imtahanının keçirilməsindən, onun nəticələrindən şikayətimiz var. 30 may tarixində ARTİ-nin sınaq testləri verilmişdir. Əksər müəllimlər də həmin sınaq testlərini işləmişdilər. Düzdür, o sınaq testlərinin özləri də çətin idi, amma sertifikasiyaya düşən suallara baxmış, o suallar şükürlü idi. Onu bir təhər işləmişdik və planımızı ona uyğun tutub hazırlaşmışdıq ki, yəqin ki, sertifikasiyanın əsl imtahanında da 30 may sınağına uyğun suallar düşər. Bundan əlavə, keçirilən tədbirlərdə bizə istiqamət verilmişdi ki, proqrama uyğun suallar düşəcək. Suallar qiymətləndirmə çərçivəsinə uyğun, meyarlara uyğun olacaq. Amma biz gedib 24 iyun sertifikasiya imtahanında sualları görəndə əksər müəllimlər şoka düşdük. Həddindən artıq riyaziləşdirilmiş, həddindən artıq çətinləşdirilmiş suallar idi. Sualların çox mərhələli, çox pilləli həlləri bizdən tələb olunurdu. X-lər, Y-lər, bir neçə məhsullar. Düzdür, ev şəraitində, sinif otağında, hazırlıqlı müəllim olaraq biz o testləri izah eləyə bilərik şagirdlərə. Amma imtahanda verilən vaxt çərçivəsini nəzərə alıb, imtahan stresini, həyəcanını nəzərə alıb, o qədər çətin sualları, 50 dənə ixtisas sualını verilmiş vaxta çatdırmaq mümkün deyildir. Şəxsən mən heç 5 dənə sualı cavablandıra bilməmişəm. Nazirlik araşdırsa özü görər ki, neçə müəllimlər iş suallarının hamısını cavablandıra bilməyib. Heç o şagirdlər öz aramızda variant atmaq deyirik. Heç variant atmağa da vaxtımız qalmayıb. 5 dənə sualım tamamilə cavabsız qalıbdır. Cavablandırdığım suallara da nəticələr bizi qane etmir. Yəni, suallar normal suallar olsaydı, kimya müəllimləri kifayət qədər yüksək nəticə göstərərdilər. Sualları kim ora seçib salıbdırsa, qəsdən məqsədli şəkildə çətinləşdirilmiş suallar salıbdır. Həmin məqsəd araşdırılmalıdır ki, niyə kimya fənni müəllimlərinə digər fənlərə nisbətdə daha çətin suallar salınıbdır? Və araşdırma aparılmalıdır ki, kimya fənni ilə digər fənlər arasında müqayisə aparılmalıdır ki, o biri fənlərdə 30-dan az bal toplayıb kəsilənlər neçə faizdir,
və 50-dən çox yüksək bal toplayanlar neçə faizdir və kimyada kəsilənlər və 50-dən yüksək bal toplayanlar neçə faizdir. Buradakı kəskin uçurumu fərqi görəndə özləri də anlayacaq ki, kimya sertifikası imtahanı ədalətli keçirilməyibdir və təkrar keçirilməlidir. Təkrar imtahan olanda da keçən dəfə sual seçənlər ora bu dəfə yenə təkrar həmin çətin sualları seçib salmamalıdır. Xüsusi nəzarət olmalıdır, qiymətləndirmə meyarlarına uyğun suallar salınmalıdır. Hələ ki məndən bu qədər, indi digər müəllim yoldaşlarım da öz sözlərini deyərlər. Bugün biz burada Təhsil Nazirliyinin qarşısında təkcə 130 nəfər yığılmamışıq. Ölkədə olan 2500-dən artıq kimya müəllimlərinin əvəzinə yığılmışıq. Yəni biz həm də onların səsiyik. Təbii ki, biz hamımız burada yığıla bilməzik. Bizim etirazımız 24 iyun tarixində ölkədə kimya müəllimlərinə qarşı olunan sertifikasiya imtahanındakı ədalətsizlikdən danışırıq. Yəni bu həqiqətən bir qərəzli, bir ədalətsiz bir imtahan təşkil olundu. Bizim necə deyərlər, haqlarımız tapdalandı bu imtahanda. Nəyə görə? Çünki imtahanlarda verilmiş suallar heç də kimya suallarından uzaq idi. Əksəriyyəti riyaziləşdirilmişdir. Biz riyaziyyat müəllimi deyilik, biz kimya suallarımızı görmək istəyirdik imtahanda. Suallar bizim məzmun xəttimizdən çox uzaq idi. Verilmiş çərçivə sənədindən çox uzaq idi. Halbuki bizə çərçivə sənədi təqdim olunmuşdu. Sualların əksəriyyəti riyazi xarakterli, uzun-uzadı hesablamalı olduğuna görə biz çatdıra bilmədik sualların həllini demək olar ki, və sualların əksəriyyəti anlaşılmaz vəziyyətdə verilmişdir. Yəni 15-20 dəqiqə bir suala vaxt sərf edib hesablayırıq, axırda görürük ki, ümumiyyətlə cavab alınmır. Və bu nəinki həmin suallarda bizim psixolojik durumumuza da biz təsir göstərdi və biz digər suallarda artıq psixolojik durumumuz pozulmuş vəziyyətdə həll etməyə başladıq. Yəni, necə deyərlər, uyğunsuz olan suallar o bir suallarda düzgün həll etməmənizə gətirib çıxardır. Sonra biz nəyə etiraz edirik? Niyə görə məhz kimya fənnində olan nəticələr 50+ göstərən müəllimlərin faizlə göstəricisi digər fənlərdən çox-çox aşağıdır. Ona görə biz etiraz edirik ki, Nazirliyin qarşısında bizim kimyadan imtahanımız yenidən təşkil olunsun. Məhz kimya müəllimlərimi ölkənin ən savadsız müəllimləri oldu. Hansı ki, son illər olimpiyadalara göndərilən uşaqlar məhz kimya fənnindən olmuşdu. Kimya müəllimləri gələcəyin həkimlərini yetişdirir, amma indi özləri savadsız kadrlar oldularmı? Yəni biz buna etiraz edirik. Bizim imtahanımız yenidən təşkil olunsun. Biz burada bal söhbəti eləmirik. Burada yığılan müəllimlərin heç biri kəsilmiş müəllimlər deyil, içimən qarışıq. Biz burada sadəcə imtahanın yenidən ədalətli şəkildə keçirilməsini istəyirik. Mənim gəlinim 24 iyun sertifikasiya imtahanında haqsızlığı, ədalətsizliyi qəbul edə bilməyib. Çox pis vəziyyətdə yerdə xəstə 3 şuanın kirada həm maddi vəziyyəti, həm özü xəstə qoyub, uşaqları da bir qapını bağlayıb qoyub mən gəlmişəm. Mənim gəlinimin vəziyyəti çox pisdir. Mən prezidentimizdən, Mehriban Əliyevadan haqq, ədalət istəyirəm. Bu cavan müəllimlərimiz üçün, həm mənim gəlinim üçün haqlı, ədalətli qərar istəyirəm. Onlardan xahiş edirəm artıq dərəcədə. Bu cavan balalarımızın, bunlar da institut tutarıb, diplom alıb, onda bir diplom nə məna verir, nə mənası var bir diplomun? Hamısı əla oxuyun məktəbi. İndi bu imtahanda mənim gəlinim də özüm soruşmuşam. Çox çətin olub, heç kimya müəllimlərinə aid olmayan suallar salınıb, çox çətin suallar salınıb. Nətərdir, çox bəyənilməzdir də, bəyənilməz suallar. Mən prezidentimizdən, Təhsil Nazirliyimizdən, adiyyəti orqanlarımızdan mənim bu balalarım üçün, nəvələrim üçün, gəlinim üçün haqq, ədalət istəyirəm.